بسم الله الرحمن الرحيم إنا أنزلناه في ليلة القدر بسم الله الرحمن الرحیم. Ay möminlər, sizə Allahın orucu vacib oldu. Buyurur, biz insanları yaratmışıq, gələlər ibadət eləyələr bizi. Allahın ən böyük ayı mübarək Ramazan ayıdır. Quran özü buyurur ki, Quran Qədir gecəsi nazil olub. Siz Allah'a yalvarın, isteyin Allah'tan, ta Allah size bu ayın orucun nəsib eləsin, Kur'an oxumağın nəsib eləsin. أعوذ بالله من الشيطان الرجيم. بسم الله الرحمن الرحيم. إن هذا القرآن يهدي للتي هي أقوم ويبشر المؤمنين الذين يعملون الصالحات أن لهم أجرا كبيرا. وأن الذين لا يؤمنون بالآخرة أعتدنا لهم عذابا أليما. ويدعو الإنسان بالشر دعاءه بالخير وكان الإنسان عجولا. وجعلنا الليل والنهار آيتين فمحونا آية الليل وجعلنا آية النهار مبصرة. لتبتغوا فضلا من ربكم ولتعلموا عدد
وكل شيء فصلناه تفصيلا وأن الذين لا يؤمنون بالآخرة أعتدنا لهم عذابا أليما ويدعو الإنسان بالشر دعاءه بالخير وكان الإنسان عجولا وجعلنا الليل والنهار آيتين فمحونا آية الليل وجعلنا آية النهار مبصرة لتبتغوا فضلا من ربكم ولتعلموا عدد السنين والحساب وجعلنا الليل والنهار آيتين فمحونا آية الليل وجعلنا آية النهار مبصرة لتبتغوا فضلا من ربكم ولتعلموا عدد السنين والحساب وكل شيء فصلناه تفصيلا وكل إنسان ألزمناه
اقرأ كتابك كفى بنفسك اليوم عليك حسيبا. الله أكبر. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الناس ملك الناس إله الناس من شر الوسواس الخناس الذي يوسوس في صدور الناس من الجنة والناس. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد إذا حسد. بسم الله الرحمن الرحيم. قل أعوذ برب الفلق من شر ما خلق ومن شر غاسق إذا وقب ومن شر النفاثات في العقد ومن شر حاسد
صدق الله العلي العظيم. اللهم صل وسلم وزد وبارك على رسول الله وآله الأطهار، على رسول الله وآله الأطهار. بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على اشرف الانبیاء والمرسلین حبیبنا و حبیب اله العالمین ابی القاسم محمد و علی اهل بیته الطیبین الطاهرین سیما بقیة الله فی الارضین واللعن الدائم على اعدائهم اجمعین من الآن الى قیام یوم الدین. Mübarək Ramazan ayının müxtəlif hədislərdə adları var ki, onlardan bir neçəsin ötən günlərdə danışmışıq. O adlardan biri də inabədir. Peyğəmbər buyurur: və huvə şəhrul inabə. Bu ay Ramazan ayı bir adı inabədir. İnabə qayıtmaqlığa deyərlər. İnsan ki bir yerdən qayıdır, ona deyirlər inabə. Və bu bütün insanlara lazımdır, vacibdir. İnabə odur ki, insan bir yolu gedir, bir qədər gedəndən sonra bilir ki, bu yol səhvidir. Maşınla gedirsən, 30 kilometr, 40 kilometr, 50 kilometr gedəndən sonra bilirsən ki, bu yol səhvidir, düzgün deyil. Sən yoldan çıxmısan, yolu azmısan. O ki tormuz eləyirsən, birinci iş budur ki tormuz eləyirsən. O tormuzun adına tövbə deyilir. Tövbə odur ki insan dayanır və üzr istəyir. Əgər bir nəfəri də aparırdın, ondan üzr istəyirsən. Bu tövbənin adıdır. İndi əgər istəyirsən, öz məqsədüə, əvvəlki məqsədüə qaydəsən,
o qayıtmaya inabə deyilir. İnabə odur ki, insan elə ki bildi, yolu çaşıb, səhvi gəlib, yolu tapandan sonra qayda düzgün yola. Bu olur inabə. Və Allahın hidayəti inabənin üstündədir. Əgər bir insan bu fikirdədir ki, əsl məqsədə qayıtsın, Allahın hidayəti buna nazil olur. Rəd surəsində buyurur və yəqulullezine kəfəru لولا unzile aleyhi ayetun min rabbih. Nə üçün Allahdan bunlara möcüzə nazil olmur? Kafirlər belə deyir. Deyir, nə üçün nazil olmur möcüzələr? Halbuki bunlar başa düşmürlər. Bunlar anlamırlar. Peyğəmbərə buyurur ki, Peyğəmbər bunlara cavab ver. Qul innəlləhə yuzillu mən yəşâ və yəhdi ileyhi mən ənab. Denən o insanları ki, Allah onları istəyir hidayət eləsin, hidayət eləyir. Və istəyir onları yoldan çıxarda, yoldan çıxadır. Bunların hamısı Allahın əlindədir. Amma insanların öz əməlinin nəticəsində. Və əgər o insanlara hidayət nazil olur, hidayət inabədən sonra nazil olur. Və yəhdi ileyhi mən ənab. Kimi hidayət edir? O insanları ki, Allaha qayıtmaq fikrindədirlər. Çıxıb yoldan. Əvvəl yoldaydı bu. Qəbul eləmişdi, atası, babası, özü İslamdaydı. Amma yolu azıb, çıxardıblar. İndi özü yoldan çıxıb, başqaları yoldan çıxardıb, qədəğən eləyiblər, tutublar, basıblar, asıblar, kəsiblər. Onlar başqa söhbətlərdir. Amma hər halda bu indi yoldan çıxıb. 1 ildir yoldan çıxıb, 50 ildir yoldan çıxıb, 70 ildir yoldan çıxıb. Amma yoldan çıxıb. Söhbət ondan getmir ki, kim yoldan çıxardıb. Ondan getmir ki, neçə ildir yoldan çıxıb. Söhbət ondan gedir ki, o insanları ki yoldan çıxıblar və başa düşüblər ki yoldan çıxıblar, indi onlar əgər Allahın hidayətin istəsələr, öz köklərinə qayıtmalıdırlar. Kim diyorlar? Buyurur, əllezine amenu. Ənabələr kimdir? Qayıdıblar, qayıtmaq istəyirlər. Buyurur, əllezine amenu. O insanlar ki iman gətiriblər. Və tətməinnu qulubuhum bi zikrillah. Və Allahın zikri ilə bunların ürəkləri möhkəm, mütməin olur. Dünyanın hamısı gəlsin, bir tərəfə getsin, bu öz yolun tapıb, Allahın zikri ilə mütməinnidir. Şübhəsi yoxdur bunun. Peyğəmbər buyurdu sahabələrin bəzisinə. Dedi ki, əgər gördünüz, dünyanın hamısı o yana tərəf gedir. Amma Əli tək bir tərəfə gedir, sən o bir nəfərə qoşul. Çün heç vaxt o yoldan çıxmayacaq. Ta cənnətdə mənim yanıma gələnə qədər heç vaxt o yoldan çıxmayacaq. Buyurur, və tətməinnu qulubuhum bi zikrillah. Yolu tapıb.
yolu axtarış aparıb, elə-belə tapıb, zəhmət çəkib, axtarış aparıb, bilib ki, mən yolu tapmışam, indi ki, yolu tapmışam, day hər sözünən, hər yelinən, hər selinən, hər küləyinən, hər şiarından, day mən yoldan çıxmaram. Əla bi zikrillah tətməinnul qulub. Buyurur, əlbəttə ki, Allah zikri ilə ürəklər sakit olar. İtminan Allah zikri ilə hasil olar. Da indi başqası ilə işi yoxdur. Deyirlər, İskəndər Yunanda hakim oldu. Çox çalışırdı, özün vurdu bir yana o yana, axırda hər yolundan olsaydı, çatdı o istədiyinə. İndi oturub təxtində hamı gəlir, görüşür. Gəldilər, görüşdülər, cəmaat da bilirsiniz ki, əksərən qüdrətə biri çatandan sonra başlayır, deyir, elə mənim babam da deyərdi bu yaxşı adamdır. Belə gəlib, dünya elə belə gəlib, gedir də belə. Hamı gəlir, görüşür, beyət elir, hörmət eləyir, ehtiram eləyirlər. Bir nəfər həkim, hikmətli bir insan, alim, arif, öz həddində Diyujen adında. O, oturub yerində. Onun nə işi var bu işlərlə? O bilir ki, dünya belə gəlib, belə də gedəcək. Mənim ondan nə işim var, nə ehtiyacım var, nə də yaltaqlıq lazım deyiləyəm mən. Dərin bir adamdır, ağır bir adamdır, hər küləklə hərəkət eləyəndir. Diyujen hikmətli bir insandır. Oturub günlərin birində yazır, pozur, öz işi ilə məşğuldur. Çıxıb, yorulub, istəyir, dincəlsin. 5 dəqiqə, 10 dəqiqə, 1 saat bir yaşıllıqda oturub, deyəsən ki, günəşin qabağında tayin ki, biraz özün günəşə versin, istifadə eləsin, günəşin nurundan. Deyir, gördüm, bir iddə gəlir. Baxdım, bunlar kimdir, hara gəlirlər? Deyir, gördüm, İskəndər bir neçə nəfərinə gəlir, deyəsən, mənim yanıma gəlirlər. İskəndər bildi ki, o gəlməyəcək. Sonra da onun da buna ehtiyacı olar. Bu da öz yerində bir dağ kimin bir adamdır. Yaxşısı budur, gedək onun da yanına. İndi ki, o gəlmədi, biz gedək onun yanına. Deyir, gördüm, gəldilər. Gəldilər, mən də oturmuşam. Salam, salam, buyurun, buyurun, oturdular. Deyir, gördü, mən bir şey danışmadım, bir şey demədim. Duran məndə, ay sənin başın şir başını oxşuyur, ay elə belədir. Bunlar deyir, gördü, yoxdur belə şey. Deyir, dedi ki, oturub qabağında. Deyir, dedi ki, nə istəyirsən məndən? Bir şey istə. Sağ ol. Lazımdır, bir şey lazımdır. Yox, istə. Nə lazımdır, nə eləyim sənə? Deyir, dedi, mən istəmirdim deyim, amma sən özün dedin ki, mən ona görə deyirəm bunu. Mən çoxdandır çıxmamışdım, günəşdən istifadə eləməmişdim, indi çıxmışam, istifadə eləyəm.
Sən gəldin, dayandın qabağında, kölgə düşdü mənə, biraz o ənə çəkil. Mənim səndən xahişim budur ki, mane olma, biraz o yanda otur. Çünki mütməinnidir. Çünki yolun bilir. O qabları görübsüz, ağzına sanki qabı doldurdun, bağladın, ondan çıppıltı səsi gəlməz. Amma aman o qabın əlindən ki, yarısını doldurubsan, yarısı boşdur. O çıppıldayır. Nə qədər boşluq çoxdur, çıppıltı belə çox olar. Odur ki, deyir, bax, bunlar bir adamlardılar ki, tətməinnu qulubuhum bi zikrillah. Bunlar yolu tapıblar. Allahın zikri ilə ürəkləri sakitdir bunların. Və bunlar heç vaxt yoldan çıxmayacaqlar. Əl-ləzinə amenu, yenə də tərif eləyir. Və əmilus salihat, iman gətiriblər, salih əməllər də eləyirlər, tuba ləhum və husnu məab. Həm dünyada onların həyatları izzətlə olacaq, pak olacaq, təyyib olacaq və həm aqibətləri xeyr olacaq, axirətləri xeyr olacaq. Qiyamətdə cənnət bunlarınkidir. O insanlar ki, haqqı tapıblar və haqdan yapışıblar və hər yelküləh də bunları ayıra bilmir, dağ kimindilər imanda, hər bir şəhvətinlə, hər bir pulunla, hər bir sözünlə, söhbətinlə, yerlərindən oynamırlar. Bax, bu insanların dünyada həyatları pak, gözəl və aqibətləri də gözəl olacaq bunların. Bir ayədə Zümərdə var. Zümərdə deyir, vəllezine ictənəbut tağut ən ya'buduha. O insanları ki, bütlərdən, tağutlardan uzaqlaşdılar. O insanları ki, batillərdən uzaqlaşdılar, çəkindilər. Və ənabu iləllah, inabə sözü yenə gəldi. Və ənabu iləllah, indi qayıdırlar Allaha tərəf, yolu tapıblar və gedirlər əsl məqsədə tərəf, ləhumul buşra, onlara müştuluq ver, onlara müjdə ver, xoş onların halına. Fəbəşşir ibad, mənim bəndələrimə müştuluq ver. Kimdir onlar? Əl-ləzinə yəstəmi'unəl qavl fəyəttəbi'unə əhsənəh. Onların gözləri dardır, onların ürəkləri çox geniş, ruhları çox səmimi, heç sözdən qorxmurlar, tün danışmağa sözləri var. Onlar bütün sözlərə qulaq asırlar, amma yaxşıları seçirlər. Belədir ki, Peyğəmbərin vaxtında yığışdılar, dedilər, ixtiyarınız yoxdur Peyğəmbərdən ayələri eşidəsiz. Niyə qorxur axı? Bilir ki, əgər eşitsə, onu başa düşsə, ona tərəf gedəcək. Bilir, o haqq mını cəzb eləyəcək özünə, cəlb eləyəcək özünə. Odur ki, qorxusundan deyir, o olmaz, bu olmaz. Deyir, müştuluq ver o insanlara. Yəstəmi'unəl qavl, bütün sözləri eşidirlər, fəyəttəbi'unə əhsənə, yaxşıların qəbul eləyirlər. Ulaikəl-ləzinə hədahumullah, Allah bunları hidayət eləyir. Və ulaikəhum ulul əlbab, bunlar ağıllı insandılar. Hədislərdə var, buyurur ki, Allah ağıllı insanlara müştuluq verir.
Və onlar belə insanlardılar. Bunlar haqqı tapandan sonra möhkəm dayanırlar və haqqa çatmaq üçün yol gedirlər. O da buyurur, bax, inabə bu ayın bir adıdır. Bu ayda bu mümkündür. İnsan öz içərisin, öz daxilin, öz mənəviyyətin, öz əqidəsin, öz əməllərin baxır, onları araşdırır, elə ki gördü səhvilər var, o səhvlərdən tövbə eləyir, qayıdır əsli sözün üstünə, qayıdır o yerlərə ki onları Allah istəyir. İnabə nuraniyyətin əlamətidir. Elə ki insan qayıtdı, elə ki insanın ürəyi nurani oldu, elə ki insan səmimiyyət tapdı, onun əlaməti inabədir. Peyğəmbər buyurur, Əbazərə vəsiyyət eləyir, deyir, Əbazər, İza dəxələn nuru əl-qəlb, elə ki hidayət nuri insanın ürəyinə daxil oldu, insan oldu nurani, hidayət oldu insan, İnfəsəhəl qəlb və təsəə, ürək genişlənir, vüsət tapır, böyüyür. Görürsən uşağı, səbri yoxdur. Deyir su, deyirsən yaxşı. Ondan yenə deyir su. Deyirsən yaxşı, yenə də deyir su. Deyirsən yaxşı, indiyələn çataq bir yerə, orada su verəcəyəm. Yenə də deyir su. Yəni dözüm yoxdur, səbir yoxdur. Amma böyük adam da o cürdür. Bir dəfə desə su, heç ağıllı adam demir. Bilir ki, suya çatacağım. İndi birdən qonaqdır bir yerdə desə su olmasa, deyirsən ki, indi əlan gətirəcəyəm baş üstə. Ondan day qutardı. Ta indi sən nə vaxt gətirəsən? İndi qalıb sənin insafıva. Qonağa nə vaxt su verəsən? Çün tutum var onda. Çün böyükdür o, uşaq deyir ki. İman da o cürdür. Buyurur, o insanlar ki, onlar imanlıdır, onlar imanda böyük adamdır. O insanlar ki, onlarda tutum yoxdur, onlar imanda uşaq kimindilər. İmanda da böyük uşaq. Həzrət buyurur, elə ki, bu nur insanın ürəyinə daxil oldu, insan olur səbirli, olur dözümlü. Qultu fəma əlamətu zalikə bi əbi əntə və ummi ya Rasulallah. Əbazər deyir, dedim ki, ağa, onun əlaməti nədir? Hardan bilim ki, bu iman, nur, imanın nuri, hidayətin nuri, kimin ya mənim ürəyimə daxil olub ya olmayıb? Onu hardan bilim? Həzrət buyurdu ki, əl-inabə ilə daril xulud. İnabə yenə gəldi, çıxdı bura. Buyurur, onun əlaməti budur ki, insan, o ki Allah ona vədə verib, cənnətdə əbədi olacaq, o əbədiyyəti tapıb və ona özün çatdıra bilər. Əgər o əbədiyyəti tapa bilsə, onda bil bunun ürəyində nuraniyyət var. Bilir ki, bu günlər ki mən yaşayıram, bunların hamısı məcazıdır. Bunlar hamısı məndən gedəcək, alacaqlar məndən. Vəzifəni də alacaqlar məndən. Bu pulları da məndən alacaqlar, tökəcəyəm, burada çıxıb gedəcəyəm. Bu gözəllik də mənə qalmayacaq. Bu da məndən alacaqlar. Hər bir şey var məndə, onların hamısını məndən alacaqlar. Onu bilir. Ona görə də bunların heç birisinə ürək bağlamır. Əgər yorulubsan, istəyirsən, bir yerə söykənəsən, baxırsan, görürsən, o yer ki söykənirsən, ona söykənsin, o səni saxlayacaq, yoxsa saxlamayacaq. Kağaza söykənməz ki adam, yıxılar yerə. Boş qutuya söykənmir ki adam.
möhkəm duvarlara söykənir ki, uçmasın, yıxılmasın. O da buyurur, bax, bunlar məcazi bir şeylərin heç birisinə söykənmirlər. Mənim pulum var, mənim vəzifəm var, mənim imkanım var. Bunların heç birisinin ağzına gətirmir. Çünki onlar hamısı kağaza söykənmək kimi bir şeydir. Amma dağa söykənənlər, möhkəm qalalara, duvarlara söykənən insanlar, onların qorxusu yoxdur. Bilir ki, nə qədər mən söykənsəm, o məni saxlayacaq. Və Allah buyurur, o Allahdan sonra heç şey deyir. Çünki hamısı ona bağlıdır. Bunların hamısı ona bağlıdır. Kim Allaha söykənir, o inabə tapıb. O qayıdır əbədiyyətə. Əbədiyyət oradadır. Xalidinə fiha. Cənnətə deyir, daxil olandan sonra gəlirlər, deyirlər ki, salam olsun sizə. Siz xoş gəlmişsiniz bura. Ondan sonra deyirlər, siz burada həmişə qalacaqsınız. Salamdan sonra ikinci söz, Quranın ayələrinə baxın, xulud barəsində danışır. Yəni, burada siz əbədi olacaqsınız. Bura məcazidir. O namazlar, o oruçlar, o təsbihlər, o zikrilər, o həccilər ki, orada surətin düzəldirdiniz, onların həqiqi surətləri buradadır. Onlar hamısı məcazidir. Siz həqiqi surətləri burada düzəldirdiniz. İndi kim həqiqi surət düzəldib, onun orada surəti var. Amma əgər həqiqi surət düzəltməyib, onun yoxudur. Odur buyurur, bax, və təcafi əndaril qurur. Onun əlamətindən biri budur ki, bu dünyadakı yaşayır, hazırdır, həmişə bilir ki, buranın etibarı yoxdur. Uşaq dedi atasına, bir bina var idi, atanın adına ev idi. Dedi, onu vur mənim adıma da. Bir mənəm, bir sən. İndi mən bura qanunun bilmirəm, qanunla danışmıram, şəriət əsasında. Mən onda yaşım çox az idi. Ərdəbildə yaşayan vaxtlarımda, oxuyan vaxtlarımdaydı. Çünki irs belədir ki, əgər bir atadır, bir oğul, ata öləndən sonra malın hamısı çatır oğula. İndi birdən oğulun adına olsa, oğul atadan tez ölsə, oğulun da malı çatır atıya. Şəriət baxımında belədir. Atasına dedi ki, bu bina ki sənin adıvadır, onu keç mənim adıma da. O da dedi, oğul qalıb da sənə nə ziyanı var? Oturubsan da, neynirsən? Dedi, axı sənə də fərq eləməz ki, sən ölsün mənə çatacaq, mən ölsəm sənə qalacaq, nə fərqi var? Dedi, heç mən inşallah sənin ölümü görmərəm, səndən də qoy mənə qalmasın. İnşallah mən öləm, qalacaq sənə də, niyə darıxırsan? Sonra dedilər ki, sən niyə razı olmursan? Dedi, bilmirəm, sabah mən onun adına keçəndən sonra bəlkə məni çıxartdı, yapardı, qoydu qocalar evində. Etibar eləmirəm axı. Ona deyərlər, etibar eləməmək. Etibar ki, eləmədi, ipi əlində möhkəm yapışır. O ki, buyurur, ət-təcafi əndaril qurur, yəni ki, bax, bu dünyanın heç şeyinə etibar eləmir. Bugünkü oturmuşam qudrət üstündə, bunun da etibarı yoxdur. Danışmışam sizə. Hücuma keçdilər, gəldilər, aldılar nə var idi, xəlifəni də öldürdülər,
onun yerində xəlifə oturtdular, həmən gün axşama pişən yeməyi ikinci xəlifə yedi. Dünyada belə şeylər çox görsənir. Ona görə də deyir, bax, bunların heç birisində etibar yoxdur. Bu gün sənin əlindədir bunlar. Amma sabah bilmirsən ki, nə olacaq. Əksinə də belədir. Əksinə də belədir. Odur ki, buyurur, bax, bir əlaməti də budur. Həmişə hazırdır. Üçüncüsü də budur ki, vəl istedad lil maut qəblə nuzuleh. Ölümə hazır oturub, hər vaxt gəlsə düşəcək yola. Namazım, düz orucum, düz oturub hesablayıb onları. Neçə yaşım var, neçə il qılmışam, neçə il boynumda qalır. Onların hamısını qılıb qutarıb. Oruçların həll eləyib, boynumda həcci var həll eləyib, boynunda xumsu var həll eləyib, kimə uşaqlıqdan pul qalmışdı məndə, gedib halallığın alıb, kimin məndə malı var, aparıb verib, vəsiyyətnaməsini yazıb, başının altında hər şey hazırdır. Bax, belənçi insanlar da var. Belənçi insanlara həyat çox asandır. İndi biz onu yoxlamamışıq ki. Siz hələ onu bir yoxlayın, 40 gün, çox yox. 40 gün görün hələ belə yaşamağın ləzzəti nədir? Onda bilərsiniz ki, həyatın mənası nədir? Onda bilərsiniz ki, həyat nəyə deyərlər? Odur buyurur, bax, bu ayın adı inabədir, bu ayın adı istiğfardır. Öz bütün əməllərinizdən istiğfar eləyin və bu ayda bu əməlləri özünüz üçün məşq eləyin. Tain ki, Pərverdigar-ı aləm siz üçün gələcəyi aydın eləsin, inşallah. Esselamu aleykə ya Əba Abdillah və aləl ərvahilləti həllət bifinaik. عليك مني سلام الله أبدا ما بقيت وبقي الليل والنهار ولا جعله الله آخر العهد مني لزيارتكم. السلام على الحسين وعلى علي بن الحسين وعلى أولاد الحسين وعلى أصحاب الحسين. اللهم إنا نسألك وندعوك باسمك العظيم الأعظم الأعز الأجل الأكرم وبالحسين يا الله 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 يا الله. İlahi ellerimizina umid qaytarma. İlahi dualarımızı müstecab elə. Ölenlerimizi gariq rahmet elə. Aqibal bi minnet merhamet elə. İlahi oruçluq ayının feyzindən bi nasib eləmə. İlahi bu ay ahir Ramazanımız qərar vermə. İlahi izzətimizi əlimizdən alma. Bizə rəhm eləməyənləri bizə müsəllət eləmə. Pərverdigara qəbrimizin əvvəl gecəsi nuru